Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Dimin kitabından belə bir sualın izahına baxırıq. Bu tipdə sual daha öncə qəbula da düşübdü. Biraz çətinliyi var, biraz vaxt aparması var sualın. Amma gəlin addım-addım baxaq, görək bu sual nə formada işlənilir, necə həll olunur. Deməli, şərt budur ki, sualın şərti belədir ki, deyir bu verilən ipuzlarına əsasən hansı hərfə hansı rəqəm uyğun gəlir, hansı ədəd uyğun gəlir tapın. Və beləcə götürün cins sözünə hansı hərfə hansı rəqəm uyğun gəlirsə onu qurun. Xokkey sözü üçün hansı hərfin yerinə hansı rəqəmlər olmalıdır, ədədlər olmalısa yazın. Eyni şəkildə paleontologiya sözü üçün. Belə bir açıq sualdır. Deməli mən də baxıram. Əvvəlcə sualı başa düşməyə çalışaq. Burada verdiyi hərflərlə bağlı ümumi bir ipucu qeyd edib. Deyir ki, buradakı hərflərin cəmi 73-dür. Cəmi 73 olan bir rəqəmli natural ədəddir. Deməli bunlar hamısı ədəddir, amma bir rəqəmlidir. Deməli onda və naturaldır. Deməli onda söhbət nədən gedir? 1-9 arasındakı ədədlərdən. Çünki həm bir rəqəmli olmalıdır, həm də natural olmalıdır. Ona görə 0 da atıram, 0 natural deyil. Deməli 1-9 arasında ədədlər. Bəs 1-9 arasındakı ədədlər deyir cəmi 73 olsun. Mən də başlayıram toplamağa. 1, 2, 3, başa düşməyə çalışıram da sualı. Götürürəm bunları toplayıram. Görüm heç ümumiyyətlə bunların cəmi 73 eləyirmi? Çünki 73 biraz böyükdür. Bunları toplayanda görürəm ki 10, 15, 21, 28, 35, 36, 45. Cəmi edir 45, 73 eləmir. Həmçinin burada 9 dənə rəqəm var. Mən görürəm ki, buradakı hərf sayı çoxdur, 9-dan çoxdur. 3 dənə, 6 dənə, 9 dənə, 14 dənə hərf var burada. Başa düşürəm ki, 14 dənə hərf var. Mən hərəsin yerinə bir dənə rəqəm qoysam 9 dənə rəqəm var burada. 9 dənə ədəd var. Onda belə çıxır ki, bəziləri üçün bəzi ədədlər təkrar işlənəcək. Məsələn, n da 8 olacaq, t da 8 olacaq. Çünki 14 dənə hərfin hərəsinə bir ədəd uyğun gəlməlidir. Buradan bunu başa düşdük. İndi keçirəm deməli digər ipuclarına. Həmin o hərflərdən bir qismini burada yazıblar. Burada. Və yazıblar ki, aralarında 9 olmayanlar. Yəni bunların içində 9 yoxdur. Deməli onda burada olmayan hansısa hərfi görsəm biləcəm ki, o 9-dur. Məsələn, tutuşdururam yuxarı ilə. Ç var, L var, N var, O var, P hərfi görmədim burada, S hərfini görmədim burada. Aha, mən tez başa düşdüm ki, P və S hərfi 9-dur. Deməli, mən bunu indi birazdan istifadə edərəm. Cins sözü üçün, paleontologiya sözü üçün. Aralarında 1 olmayanlar. Deməli, burada görmədiyim hansı hərf varsa, deməli, həmin hərf 1-dir. Məsələn, C hərfi, səhv eləmirəmsə, burada yoxdur. Deməli, C hərfinin şifrəsi 1-dir. C hərfinin şifrəsi 1-dir. Başqa burada görüm, tutuşdururam yuxarı ilə. X, I, Ç, L, N, O. P hərfi var. S var. T var. Y var. Deməli, bir dənə 1-i tapdıq. Bərabəri olanlar. Bərabəri olanlar. Bu nə deməkdir bəs? Deməli, bu hərflərdən 6, 7, 8, 9 dənə. Bunlardan deməli, bərabəri olanlar. Bunlardan deməli təkrar istifadə olunub. Deməli bunlardan təkrar istifadə olunub. Yəni təkrar istifadə olunub əslində nə demək istəyirəm? Yəni ki, bayaq dedik axı 9 dənə rəqəmimiz var, 14 dənə hərf var. Bəzi hərflərdə eyni rəqəm işlənə bilər. Yəni bu hərflər həmin hərflərdir. Məsələn, buradakı hərflərin məsələn P ilə S, baxın ikisinə 9 tapmışdıq. Yəni bunlar bir-birinə bərabərdir. Məsələn T da məsələn indi yazandan sonra görəcəyik ki, T da X-ya bərabərdir. İndi onu mən atıram da təxmin edirəm. Ç hərfi C-yə bərabər olacaq. Yəni bunlar bir-birinə bərabərdir. Burada olmayan bir dənə hərf deyin mənə. Məsələn burada olmayan nə var? C hərfi. Deməli C hərfindən hansı rəqəmdirsə, o rəqəmdən bir dənədir, başqa yoxdur. C hərfinə bərabər olan başqa rəqəm yoxdur. Və yaxud da ki, başqa hərf yoxdur. Amma buradakılar bir-birinə bərabərdir. Bəs sual yarana bilər ki, axı burada 9 dənə hərf var. Bu bərabər olanların içində 9 dənə hərf yazıblar. Bunlar necə bir-birinə bərabərdir? Yaxşı, 2-2 qruplaşdırdıq. Bu buna bərabərdir, bu buna, bu buna. Bir dənəsi tək qalacaq. Bəlkə ola bilər ki, məsələn, 3 dənə rəqəmin 3-ü də 9-dur, ya da 3-ü də 5-dir. Məsələn, Ç da, N da 5-dir. Məsələn, bu ikisi 4-dür, bu ikisi 6-dır. Belə-belə bunlar yəni tapılacaq. Bunların bərabəri var. Burada olmayan hansısa rəqəmi görsək, məsələn, C. C-ni 1 tapmışamsa, 1-i silirəm. Artıq bilirəm ki, başqa heç bir rəqəmə 1 verə bilmərəm. Başqa heç bir hərfə 1 verə bilmərəm. Sonra 3-ə qalıqsız bölünənlər. Yəni bu 3-ə qalıqsız bölünənlər nə var ki? 3 var, 6 var, 9 var.
3 var, 6 var, 9 var. P ilə S-nin 9 olduğunu bilirəm. İndi bunları E, X, N, T bunları bilmirəm. Baxıram ki, X, N, T burada var. Deməli, X, N, T-ya nəsə eyni rəqəm verə bilərəm. Ya da ki, 2 dənəsini eyni verərəm, birinə fərqli verərəm. Amma ki, gəlin düşünək. Mən məsələn, X, N, T-ya tutaq ki, X ilə N-ya 6 verdim. Deyirəm ki, T da 3-dür. Məsələn, özümdən deyirəm. Bəs yaxşı, X ilə N 6-dırsa, T 3-dürsə, burada onda T-ya bərabər olan başqa bir dənə də 3 var da deməli. Çünki bunların bərabəri var. C da 3-dürsə, məsələn deyirəm. Onda C-ni niyə bura yazmayıblar? Yox, A da 3-dürsə, A-nı niyə bura yazmayıblar? Deməli, onda bu X-ni T-ya 3-nə də eyni bir rəqəm verməliyəm. Çünki bunların 3-ü də burada var, burada da var. 3-ə bölünən ədəd verməliyəm. Əgər bu isə çaşdırıcı gəlirsə, bu ipucuna yapışmağa məcbur deyiləm. Keçərəm başqa bir ipucuya. Onsuz da bilmədim ki, X-ni T-ya 3 verim, yoxsa 6 verim. Hələ ki bilmirəm. Cüt olanlar. Burada nə görürük? Cütdür. Deməli, X hərfi burada da var, N hərfi burada da var, T hərfi burada da var. Burada da X-ni T-ya mən bilmirdim ki, 3 verim, yoxsa 6 verim. Əgər cütdülərsə, deməli 6-dırlar. Bəs niyə 3-sünə də eyni şey verirəm? Çünki yenə deyirəm, əgər ki, həm cüt olmalıdırlar, həm də 3-ə bölünməlidirlər. O baxımdan 6 verəcəm. Həmçinin də onlar bir-birinə bərabər olmalıdırlar. Burada əgər mən onlardan hansısa birinə fərqli qiymət versəydim, tutaq ki, X-ya 3 verirəm. Bəs başqa 3 hansıdır? Tutaq ki, N ilə T-ya da 6 versəydim. O biri 3 hansıdır? Məsələn, dedik ki, odur. Odursa onu bura niyə yazmayıblar? Axı, burada 3-ə bölünənləri yazırdılar. O baxımdan. Amma o ipucunu görməsəniz də, siz 3-ə bölünən və cüt olan ədəd axtarırsınızsa, hansı ədəddir? 3-ə bölünən və cüt. 6. X-ni da tapdıq. Başqa nə qaldı? Deməli, X-ni oldu 6. S ilə P oldu 9. Ondan sonra natural ədədin kvadratı olanlar. Yəni ki, 1-in kvadratı 1-dir, 2-nin kvadratı 4-dür. Kvadrat ədədi istəyir də bizdən. Bir də ki, 3-ün kvadratı 9-dur. S ilə P 9-dur. Burada onsuz onu bilirdik. C-nin 1 olduğunu bilirdik. İndi L-ya mən 1 və 9 verə bilərəmmi? Yox. Çünki 1-i silmişəm. 1-dən bayaq dedik ki, bir dənədir. Bəs 9 verə bilərəmmi? Onda 9 olsaydı L-ni burada yazardılar da, bərabər olanlar içində. Yazmayıblarsa, deməli L 4-dür. İndi gəlin, bir də 5-dən böyük olanlar. 6, 7, son ipucumuz da budur. 5-dən böyük olanlar. 6, 7, 8, 9. Onsuz da N-ni bilirəm, T-ni bilirəm, X-ni bilirəm, S və P-ni bilirəm. Qaldı I ilə Y. Onlar da 6, 7, 8, 9 verməliyəm. 6-nı işlətmişəm. X-ni T-ya 6 vermişəm. Daha başqa nəyəsə 6 verə bilmərəm, sildim. 9-u da işlətmişəm. Qaldı əlimdə 7 və 8. İndi I və Y-ya 7 ya da 8 verməliyəm. Bunun üçün gəlirəm, cüt ədədlər olan yerə baxıram. Görüm orada I və Y varmı? Çünki 7 təkli 8 cüt. Görürəm ki, I var. Deməli, I-yə cüt ədəd verməliyəm. Onda I olacaq. Deməli, nə? 8. Y hərfi burada yoxdur. Deməli, Y olacaq 7. Beləcə, bunları da tapmış olduq. İndi gəlirəm, görüm bu sözlərdən hansını əməl gətirə bilirəm, hansı qalır. Cins sözünü düzəltmək istəyirəm. C hərfi. C-ni mən tapmamışam hələ. Onda C-ni tapaq. Deməli, C-ni tapmaq lazımdırsa, görün başqa hansı ipucum qalıb. Aralarında 9 olmayanlar, 1 olmayanlar, bərabər olanlar. Gəlin bu bərabər olanlar hissəyə baxaq. A, C, Q, O. Sonra C cüt ədəd olmalıdır. Gəlin düşünək. 2, 4, 6, 8. C cüt olmalıdır. Mən C-nin bilirəm ki, bərabəri var. C hər neçədirsə bərabər var. Mən I-yə 8 tapmışam. I hərfi burada olsaydı, onda məsələn C-nin də 8 olma ehtimalı olardı. Amma I-ni orada yazmayıblar. Deməli, 8 rəqəmi bir dəfə işlənməlidir. 8-i silirəm. Baxın, Y rəqəmini 7, Y hərfinə 7 tapmışam. Bərabəri olanların içində Y yoxdur. Deməli, Y bir dəfə işlənməlidir. Onda 7-ni silirəm. İndi 8-i buradan da silirəm. C-yə 2, 4, 6 verməliyəm. 6-nı işlətmişəm, 6 getdi. 4-ü mən L-ya vermişəm, 4 getdi. Deməli, C oldu 2. Sonra I-yə nə tapmışıq? 8. N hərfi üçün baxıram. N-yə nə tapmışam? 6. S hərfi üçün baxıram? 9. Beləcə cins sözünü yaratdıq. Xokkey sözü üçün baxıram. X-yə nə tapmışam? 6. O hərfini gəlin tapaq. O hərfi cütlərin içində yoxdur. Deməli, tək ədəddir. Ya 1-dir, ya 3-dür, ya 5-dir, ya 7-dir, ya 9. İndi mən bilirəm ki, 1-i heç nəyə verə bilmərəm, 1 getdi. 9-ları tapmışam, 9 olmaz, 9 getdi. 5-dən böyük olanların içində O hərfi yoxdur. Deməli, O hərfi 5-dən balaca olmalıdır. 5-dən balaca əlimdə nə var? Daha doğrusu 5-dən 5 özü ola bilər, 5 də ola bilər.
5-dən böyük olanlar. O əgər 5-dən böyük deyilsə 5 də ola bilər, 3 də ola bilər. Əgər o 3-ə bölünsəydi, burada yazardılar. Onu yazmayıblarsa, deməli o hərfi 5-dir. Ç hərfinə nə tapmışıq? Ç-ni gəlin tapaq. Ç hərfi buradadır. Deməli, 2 hərfi 3-ə bölünənlərin içində yoxdur. Cütlərin də içində yoxdur. Deməli, 2 hərfi tək ədəddir. 1, 3, 5, 7, 9. 1-i işlədə bilmərəm, 9-u işlədə bilmərəm, çünki işlətmişəm. Sonra, deməli, 3, 5, 7 qalır əlimdə. 3, 5, 7-dən hansını verim 2 hərfi üçün? 3-ə bölünənlərin içində yoxdur. Deməli, 3-ü silirəm. Sonra 5-dən böyük olanların içində 2 hərfi yoxdur. 7-ni silirəm. Əlimdə bir dənə 5 qaldı. Deməli, 2 hərfi 5-miş. Deməli, o da 5 oldu, 2 də 5 oldu. Heç bir problem yoxdur. Bu mümkündür. Deməli, o-ya da 5 verdik, 2-yə də 5 verdik. Qaldı nə? E və Y hərfi. E hərfini tapmamışam. 3-ə bölünən bir ədəd lazımdır. 6 və 9-u işlətmişik, 3 qalıbdır. Deməli, E oldu 3. Y hərfi. Y hərfini tapmışam 7. Bu da oldu 7. Son olaraq paleontologiya sözünü qururuq və sual bitir. P 9-dur. A hərfi üçün baxıram. A hərfi 9 ola bilməz. A hərfi 1 ola bilməz. Görək, cüt ədəd ola bilərmi A hərfi? Bəli, A hərfi cütdür. Onda 2, 4, 6, 8. 5-dən böyük olanlara baxıram. İçində A hərfi yoxdur burada. Deməli, A 8 və 6 ola bilməz. Sonra 4-ü mən L-ya vermişəm. Deməli, A 4 ola bilməz. A 2-dir. A 2-dir, çünki 4 də gedəndə 2 qalır. Sonra L hərfini tapmışdıq. L-ya 4 tapmışam, buradadır. E hərfini tapmışdıq. Burada 3 tapmışdıq. O hərfinə 5 tapmışdım. N hərfinə N üçün baxıram 6 tapmışam, buradadır. T hərfini tapmışıqmı? T hərfini baxıram ki, cütlərin içində yox, var. Ya 2-dir, ya 4-dür, ya 6-dır, ya 8. Baxıram ki, T-ni mən tapmışam, 6-dır. Hə, T-ni tapmışamsa, bir də təzədən axtarmıram. Sonra O hərfi gəlir yenə burada. O hərfinə mən 5 tapmışdım. Sonra L hərfi gəlir. L hərfi üçün baxıram ki, 4 tapmışdım. Təzədən O hərfi gəlir 5. C hərfi gəlir. C-ni tapmışdıq biz 1-dir. İ hərfi gəlir. İ-yə tapmışam 8. Y hərfi gəlir. Y hərfi üçün 7. Son olaraq A hərfi təkrar gəlir. A-ya 2 tapmışdımsa yazıram 2. Biraz sual uzun gedir, çünki sözlər özləri uzundur, hərflər çoxdur. Bu şəkildə düşə bilərmi? Düşər, amma ki, məsələn, ayrı-ayrılıqda bu da 1 bal verər, bu da 1 bal verər, bu da 1 bal verər, məsələn. Və yaxud da ki, sözlər bu qədər uzun olmaz, məsələn, biraz daha qısa olar. Amma nəticə etibarilə düşə bilər. Bir də ki, sözlər daha qısa olsa, biz onda heç, məsələn, cins sözünün özünü tapmaq çox daha az vaxt apardı, 4 hərfli sözdür. Sadəcə mən özüm burada bir-bir bütün ipuzlarla işləyib, demək olar ki, bütün hərfləri tapdım ki, sual daha aydın olsun. Yoxsa, əgər sual qısa olsa, soruşduğu şeylər balaca olsa, heç bir-bir hamısını işləmədən də birbaşa məhz soruşulan hərflərin özünü də tapmaq olar ki, daha az vaxt geçsin. Sağ olun, hələlik.